Bir daha herkese salam, xoş gördük. Bugün burada olmaq mənim üçün xoşdur, sizinlə bir arada olmaq. Deməli, bugünkü tədbirə ilk dəvət aldığım vaxtı mövzunun hardan başlamaq olduğunu baxanda biraz düşündüm. Əslində ilkin baxışdan çox sadə bir suala bənzəyir. Amma düşündükcə görürsən ki, çox şaxəli bir sualdır. Yəni, çox yerə yozmaq olar, çox yerdən düşünmək olar. Niyə düşündüm? Çünki hardan başlamaq insan həyatında, yəni insan həyatı boyu verdiyi bir sualdır. Yəni çox yaş ərəfəsində bu sualı verə bilərsən. Amma düşünmək, şübhə etmək, bir şeylə maraqlanmaq, bu həmişə ehtiyac duyduğu bir şeydir insanın. Deməli, mən bank sektorunda işləyirəm və bu suala öz təcrübələrimdən yanaşaraq, öz yaşantımdan cavab verməyə çalışacağam. Bank sektoru, maliyyə sektoru bildiyimiz kimi rəqəmlərlə əlaqəlidir. Qərarlar alınarkən risklər göz önünə alınır və planlama gedir. Və bu o qədər dəqiqliklə bağlıdır. Yəni, düşünürük ki, bu dəqiqlik olmadan inkişaf olmaz. Amma bu məsələlərə biraz dərindən baxdıqda görərik ki, bir şey başlamaq üçün şərt o deyil ki, hər şeyi, yəni o iş üçün lazım olan şeyləri mükəmməl bilməliyik, dəqiq bilməliyik. Əslində, başlamaq üçün sadəcə bir inam lazımdır ilk öncə. Bir inam, bir istək. Və bu inam, istək davamlı olmalıdır. Və ona görə deyirlər ki, inkişafın böyük olması onun ideyanın böyüklüyündən deyil də, ideyanın kiçik olsa belə də davamlı olmağından asılıdır. İlkin olaraq, belə düşün, hardan başlayaq? Fərqi yoxdur hansı sahə, yəni ümumiləşdirməyə çalışıram mən. Birinci, maraq göstərməliyik. Fərqi yoxdur hansı sahədəyik, nə öyrənmək istəyirik, kim olmaq istəyirik. İlk olaraq o sahəyə maraq göstəririk və maraq göstərərək suallar veririk. Suallar verərək bir yol tapırıq. Yəni, o sual bizi o istədiyimiz yerə doğru özü yönəldir. Və öz təcrübəmdən deyə bilərəm ki, qərarlar insanın, ümumiyyətcə, tək insanın, fərdin deyil də, bir icmanın belə gələcəyinə çox böyük təsir edir. Yəni, bunu öz təcrübəmdən deyə bilərəm. Misal olaraq, çalışdığım bir korporasiyada müəyyən bir şöbənin aldığı qərar başqa bir şöbəyə problem yarada bilər və yaxud başqa cür təsir edə bilər. Misal olaraq, marketinq bölməsinin aldığı bir qərar digər xəzinə bölməsində bir problemə yarada bilər, korporasiyanın likvidini aşağı sala bilər. Və eyni ilə fərdlərdə və icmada da bu cür olur. Alınan hər bir qərar gələcəyimizə dolayı və birbaşa yolla təsir edir. Misal, burada iqtisadiyyat bizə nə deyir? İqtisadiyyat nə öyrədir? İqtisadiyyat deyir ki, bizim əlimizdə məhdud resurslarımız var. Və biz bu məhdud resurslarla doğru olaraq, doğru qərarlar alaraq düzgün inkişafa meyllənməliyik. Və məşhur iqtisadçı, əksəriyyətimiz bəlkə də tanıyırıq, Grigor Menkyu ekonomiksin prinsiplərində insan deyir, seçim edir. İnsan seçim edir və insanın seçimi artıq qərar verməklə başlayır. Qərar verir və o qərar insanın və yaxud icmaların gələcəyinə təsir edir. Hardan başlayaq? Maliyyə savadlılığı deyəcəm. Maliyyə savadlılığı çox önəmli bir şeydir. Əslində, belə baxanda insanların çox vaxt buna çox da ciddi yanaşmırıq və yaxud bəzi insanlar fikirləşir ki, mənlik deyil, yəni bu maliyyə savadlılığı. Maliyyə savadlılığı dedikdə sadəcə maliyyənin, pulun idarəsi demək deyil. Maliyyə savadlılığı insana
bir azadlıq verir. İnsan əlindəki resurslarını nə cür idarə edəcəyini, nə cür qərar alacaqlarını öyrədir. Misal olaraq mənim 1 saat vaxtım var. Bu 1 saat vaxt ərzində mən kitab oxuya bilərəm, teatra gedə bilərəm və yaxud əlavə bir iş görüb oradan maddi qazanc əldə edə bilərəm. Yəni insan düşünür və bu seçim edir bunlar arasında. Və bunu bizə maliyyə savadlılığı öyrədir. Yenə də bir təcrübəmi paylaşmaq istəyirəm. Bir dostum var, freelance olaraq çalışır, texnologiya sahəsindədir. Adam işlər götürürdü, paralel olaraq bir neçə iş götürürdü. Yaxşı maaşı da, qazancı da vardı. Amma söhbət edəndə deyirdi ki, yaxşı qazanıram, ancaq ay sonuna çıxa bilmirəm. Ay sonuna həmişə borclu olaraq tamamlayıram. Bir dəfə oturduq, bir Excel üzərində bir maliyyə gəlir gedərləri biraz baxdıq, elədik. Bir müddət keçmişdi, sonra dedi ki, artıq bir neçə müddətdir ki, ay rahat tamamlaya bilirəm. Hətta bir şey də qeyd elədi ki, və bəzi aylarda daha qazancım az olmasına baxmayaraq yenə də ay tamamlaya bilirdim borcsuz, xərcsiz. Yəni buna görə də maliyyə savadlılığı bir şeyə başlamaq üçün fərq eləmir, hansı sahənin insanısan, önəmli olduğunu düşünürəm. Və hardan başlayaq? Məncə sistemli düşünmə, güvən və əməkdaşlıq. Fərdi inkişaf, cəmiyyətin, icmanın inkişafı üçün bu üçü çox önəmlidir. Misal olaraq, öncəki spikerlərində bu şeyə qeyd eləmişdi, məsələn, düşünməklə bağlı. Sistemli düşünmə dedikdə nəyi nəzərdə tuturuq? Yəni, müəyyən bir hadisələr baş verir, proseslər baş verir, bir hadisə baş verir. Bu hadisəyə hansı nöqteyi nəzərdən yanaşmalıyıq? Niyə baş verdi, niyə bu belə oldu? Bu cavabı, bunun səbəbini tapmağımız üçün yetərli deyil. Yəni, nə cür oldu sualını verərsək, daha sistematik olaraq, artıq bunu köklü olaraq araşdırmış olarıq və nəticəyə daha doğru gedərik. Və güvən. Güvən fərd üçün də, icma üçün də çox önəmlidir. Çünki güvən elə bir şeydir ki, güvən yarandıqca fərd inkişaf edə bilir. Ətraf icmada artıq bir reputasiya formalaşdırır. Bir də bir şey var ki, güvən bəzən maliyyə yəni bənzədirik bunu, çox yavaş-yavaş yığılır. Amma itirilməsi çox qısa vaxtda baş verir. Bunun sonra iki etaba gəlir, əməkdaşlıq deyirik. Güvən formalaşdı və əməkdaşlıq mütləq, yəni icma olaraq inkişaf etmək üçün çox önəmli bir şeydir. Misal olaraq deyə bilərik ki, artıq güvənimiz var. Biz bir-birimizlə rəqib olaraq görməməliyik bir-birimizi. Bir-birimizi tərəfdaş olaraq görməliyik. Bir-birimizlə yarışmağı, rəqib olaraq yarışmağı buraxıb artıq ali bir məqsəd üçün bir-birimizdən tərəfdaşlıqlara doğru irəliləməliyik. Və hardan başlayaq? Belə bir şey deyim, kiçik innovasiyalardan başlayaq. Kiçik innovasiyalar, misal, hal-hazırda bir startup üzərində işləyirəm, düzdür, az vaxt ayırıram, fintechdir. Çox sadə bir məqsəd var, sərhədlər arası deyək, valyuta dəyişmək üçün kiçik bir sadə məqsədi üzərinə götürür. Bu fikir sadəcə texnologiyanı sevdiyimdən irəli gəlmədi. Eyni zamanda bu işlədiyim yerdə, bank sektorunda deyim, gördüyüm bəzi boşluqları gördükdən sonra belə bir ideya irəli gəldi. İndi bunun gələcəkdə uğurlu olub-olmamağı bilmirəm, necə olacaq. Amma ən əsası odur, belə bir şey deyə bilərəm ki, innovasiya həmişə inqilab demək deyil. Bir şeyin inqilabını, köklü dəyişmək yox. Sadə bir problemin həlli də bəzən bir innovasiyadır.
Və ona görə də başlamaq üçün mütləq hər şeyi öyrənmək yox, başladığımız üçün öyrənməliyik. Və sonda onu demək istəyirəm, hardan başlamalıyıq? Birinci, maraq göstərməklə, maliyyə savadlılığa. Bu olmadan inkişaf çox çətindir. Sistemli düşüncə, güvən və əməkdaşlıq. Və bir gün olacaq, bir gün başqa birisi soruşacaq, necə başladın, hardan başladın? O zaman belə bir cavab verə bilərik. Olduğum yerdən əlimdə olanlarla başladım. Bu qədər, təşəkkürlər.